Salam əziz dostlar, xoş gördük hər birinizi. Bu günlərim sizə əsasda sertifikasiya verəcək olan müəllimlərə dəstək olaraq və eyni zamanda müəllimlərin işə qəbul imtahanına hazırlaşan müəllimlər üçün və abituriyentlərimiz üçün dəstək olaraq 50 sualdan ibarət bir sınaq hazırladıq. İndi isə həmən sınavın izahını verəcəm sizə. Deməli, rəqəmlərlə verilmiş ürəyə bitişik damarların boşluğunda venoz və ya arterial qan olmasına görə qruplaşdırın. Birinci arterial qanı verir. Deməli, arterial qan sağ ağciyər venası, sol ağciyər venası və aorta olmaqla 2, 4, 6-da deməli arterial qan olacaqdır. Yuxarı boş vena, aşağı boş vena və ağciyər kötüyündə isə venoz qan olacaq. Deməli 2, 4, 6 və 1, 3, 5 doğru cavabımız B variantı olmuş olacaqdır. İkinci sualımız xanı balığında yan çıxıntıların sayını bilməklə nəyə müəyyən etmək olar? Bilir ki, xanı balığında yan çıxıntıların sayı yalnız gövdə fəqərlərində olur. Fəqərə cisimlərinin sayını deyə bilmərik, çünki quyruq fəqərlərində də fəqərə cismi var. Qabırğaların sayını deyə bilərəm, bəli, çünki yan çıxıntının hər birinə bir qabırğa birləşir. Gövdə fəqərlərin sayını da deyə bilərəm, çünki gövdə fəqərlərində yalnız yan çıxıntılar vardır. Ümumi qövslərin sayını deyə bilmərəm və üst çıxıntıların sayını da deyə bilmərəm, çünki həm quyruq fəqərlərində, həm də gövdə fəqərlərində üst çıxıntılar mövcud olur. Ona görə cavabımız 2 və 3, yəni Y variantı olacaqdır. Üçüncü sualımız ilk dəfə atmosfer havası ilə tənəffüsün meydana çıxdığı geoloji dövr. İlk dəfə heyvanlar quruya çıxır silurda və ondan sonra atmosfer havası ilə tənəffüs meydana çıxır. Ona görə doğru cavabımız buradan C variantı olaraq götürəcəyik. Diplot xromosom dəstinə malik arpa bitkisində heterozigot görüntülü ola bilər. Mayalanmamış yumurta hüceyrə xeyr, bu ola bilməz. Mərkəzi hüceyrə bu da ola bilməz. Çünki mərkəzi hüceyrə bir hüceyrədən başlanğıc götürür deyə onlar həmişə homozigot olur. Endosperm bəli, bu ola bilər. Çünki sperm ilə mərkəzi hüceyrənin mayalanmasına əmələ gəlir. Zigot da ola bilər. Spermi də haploiddir, ola bilməz. Ona görə cavab yalnız 3 və 4, yəni Y variantı olacaqdır cavabımız. Keçək dördüncü sualımıza. Dördüncü sualımıza baxanda uyğunluğu müəyyən edin. Fotosintezin meydana çıxması bu aramorfozdur. Ona görə onu bura yazacağıq. Heyvanlarda qoruyucu rəng, heyvanda qoruyucu rəng uyğunlaşmadır, adaptasiyadır. Ona görə bura yazacağıq bunu da. Öküz soliterində bağırsağın qısalması, yox olması deyək. Onu da bura C-ni yazacağıq. İstiqanlığın meydana çıxması aramorfozdur. D-ni bura yazacağıq. Qızıl sarmaşıqda yarpağın olmaması, bu da ümumi degenerasiyadır. Yeni buraya yazacaq. Deməli 1 A, D, 2 B, 3 C. Yəni doğru cavabımız burada A variantı olmuş olacaqdır. Keçək indi 6-cı sualımıza. Hansı bitkinin zigotu bölünəndə homoloji xromosomlar arasında gen mübadiləsiz gedir? Yəni hansının zigotu meyoz yolla bölünür? Təbii ki, lobyanın zigotu mitozla bölünür. Ruşeym əmələ gəlir. Erkək qıcının zigotu mitozla bölünür. Yetkin bitki əmələ gəlir. Quş mamırının zigotu mitozla bölünür. Qutucuq əmələ gəlir. Ayaqcıqla bərabər. Adi küşlərin də zigotu bölünür. Ruşeym əmələ gəlir. Xlamidamanadanın isə zigotu meyoz yolla bölünür və bunlar da zoosporlar əmələ gətirirlər. Ona görə cavab Y variantı 6-cı sualda olacaqdır. 7-ci sual. Sxemə əsasən verilən fikirdən hansı yanlışdır? Deməli, A orqanoidi oksigendən istifadə edə bilər. A orqanoidi 4 lipid cərgəsi var, yəni 2 membranlıdır. Mitoxondri kimi götürsək, bəli, ola bilər. C orqanoidi 2 eyni hissəli orqanoid ola bilər. C membransızdır. Hüceyrə mərkəzi kimi düşünsəm, 2 eyni hissəli orqanoid ola bilər. Bu da doğrudur. D orqanoidində cinsiyyət xromosomları sintez oluna bilər. D orqanoidi bir membranlıdır. Bəli, Holgi kompleksi olsa bu da sintez oluna bilər. B orqanoidində həzmedici xüsusiyyətə malik ferment ola bilər. B orqanoidi 2 lipid cərgəsi varsa əgər bir membranlıdır, lizosom kimi düşünsəm, həzmedici xüsusiyyətə malik olan ola bilər. Bu da düzdür. Y orqanoidinin hamar və dənəvər formaları ola bilər. Y orqanoidi 4 lipid cərgəsi var. Yəni 2 membranlıdır. Hamar və dənəvər endoplazmatik şəbəkədə olur. O da 2 membranlı yox, 1 membranlıdır. Deməli burada bu sual yanlış olacaqdır cavab. Keçək 8-ci sualımıza. 8-ci sualda pişiklərdə tükün rəngi X
kromosomu ilə ilişikli ötürülür. Buna əsasən aşağıdakı çarpazlaşmadan alına bilməz. Burada X böyük B, Y, bu da sarı pişikdir. X kiçik B, X kiçik B. Alınanları yazırıq indi. Alınır buradan X böyük B, X kiçik B. Yəni alabula dişi pişik alına bilər. Bizdən alına bilməz soruşur. Alabula dişi pişik alına bilər. Sonra alınacaqdır X kiçik B, Y, bir də sarı erkek pişik alına bilər. 3 ilə 5 alına bilər. Amma 1, 2, 4, 6 bunlar isə alına bilməz. Ona görə də doğru cavabımız A variantı olacaqdır. 9-cu sual. Hemoglobin zülalında olan amin turşularının sayı n olarsa, neçə amin turşusu 2 peptid rabitənin əmələ gəlməsində iştirak edər? Hemoglobin 4 zəncirdən ibarətdir. Hər bir zəncirdə başlanğıc və son amin turşuları bir peptid rabitə əmələ gətirir, digərləri 2. Yəni ümumilikdə n-dirsə əgər, biz də hər birində başlanğıc və sonu çıxırıq. Yəni ikisini çıxırıq. 4 dənəsi olduğuna görə 8-ini çıxacam. Deməli n çıx 8 yerdə qalanları da deyəcəksiniz ki, 2 peptid rabitənin əmələ gəlməsində iştirak edir. 10-cu sual. Verilənlərdən neçəsi müvafiq olaraq bilavasitə spordan və ziqotdan başlanğıc götürə bilər? Deməli burada spordan və ziqotdan başlanğıc götürə bilər. Baxırıq. Birinci müvafiq olaraq dediyinə görə spordan başlanğıc götürənləri götürəcəm. Burada qonur zoğdur. Qonur zoğ nə ziqotdan, nə də spordan başlanğıc götürmür. Qonur zoğ bilavasitə kökümsovdan başlanğıc götürür. Burada bizə verilib protonema. Protonema spordan başlanğıc götürür. Ona görə bunu spora götürəcəm. Bu da sancaq şəkilli plan. Sancaq şəkilli plan isə ziqotdan da başlanğıc götürə bilər və kökümsovdan da başlanğıc götürə bilər. Ona görə bu da ziqotdan başlanğıc götürən kimi götürürəm. 1-ə 1 doğru cavabımız C variantı olmuş olacaqdır. 11-ci sual. Müəyyən vaxt ərzində yer kürəsində fotosintez prosesində quruda əmələ gələn üzvü maddənin kütləsi A. Dünya okeanda əmələ gələn üzvü maddənin miqdarı isə B tondur. A üstə gəl B 27 olarsa, A çıx B ifadəsinin qiymətini müəyyən edin. Bilirik ki, quruda olan oksigenin məhsuldarlığı suda olan oksigenin məhsuldarlığından 2 dəfə çoxdur. Ona görə qurunu 2x, suyu isə x götürəcəyik, bərabərdir. 3x, o da bərabərdir 27-yə. X də buradan bərabər 9-a. Deməli 18-i qurudadır, 9-u isə sudadır. 18-dən də 9 çıxanda aradakı fərq 9-a bərabər edir. Yəni doğru cavabımız buranın D variantı olacaq. 11-ci sualımıza baxırıq. 12-ci sualımız üzrə. 12-ci sualımız. Cədvələ əsasən verilən canlının stigmalarının sayını müəyyən edin. Canlı may böcəyidir. Qanadlara malik buğumların sayı n-dir. Və qanadlara malik buğumların hər birində, çünki qanad birinci döş buğumunda yoxdur, ikinci və üçüncü döş buğumunda var. Qanadlara malik olan buğumların hər birində 2 dənə stigma vardır. Və qarıncıq da M-dir. Qarıncığın da bir dənə sonuncusunda stigma yoxdur. Ona görə mən N-in üzərinə M gəlirəm və bunu 2-yə vuracam. Çünki N-in hər birində, ikinci və üçüncü döş buğumunun hərəsində 2 dənə, M-in də hər birində 2 dənə var. Amma sonuncu xaric. 2-yə vurub sonuncu buğumda olan 2 dənə stigmanı çıxacam. Deməli, ümumi cavabım 2, n üstə gəl m çıxılsın 2. Yəni cavab C variantı olacaqdır. 13-cü sual. Cədvələ əsasən verilən ifadələrdən hansı doğru deyil? Cift sayı 3-dür. Göbək ciyərlərinin sayı 4-dür. Mayalanmada 8 qamet iştirak edib. Xeyr, elə bu səhvdir. Əgər cift sayı 3-dürsə, deməli 3 dənə zigot var. 3 dənə yumurta hüceyrə mayalanıb, yəni 3 yumurta hüceyrə mayalanıbsa burada 6 qamet iştirak edər. Ona görə bu fikir yanlış olacaqdır. 14-cü sual. Verilən sxemə əsasən yanlış cavabı seçin. B şəxsində süni immunitet əmələ gələr. Mən əgər B şəxsinə antitel vururamsa, təbii ki antiteli
Süni immunitet əmələ gələn zaman vururlar. Bu düzdür. A şəxsində təbii immunitet əmələ gəlir. Bəli, çünki A şəxsi xəstələnib. Xəstələndiyi üçün özündən təbii immunitet əmələ gələcək. A şəxsindən B şəxsinə qan plazması köçürülür. A şəxsindən B şəxsinə qan plazması köçürülür. Bəli, A şəxsindən əmələ gələndən sonra bədəndə antilərlər əmələ gələcək və ona deyəcək ki, qan plazması köçürüləcəkdir. Bu da doğru fikirdir. Antisellər B şəxsinə peyvənd məqsədilə vurulur. Peyvənd məqsədi ilə yox, müalicə məqsədi ilə, müalicə zərdabı kimi vurulur. Ona görə doğru cavabımız buradan D variantı olacaq. 15-ci sual. İnsanda meydana gələn bəzi metabolik hadisələrdən hansıları yalnız həzm fermentləri keçirir? Hansılarını yalnız həzm fermentləri həyata keçirir? Nişasta glukozaya çevrilir. Təbii ki, nişastanın glukozaya çevrilməsi ancaq mənim həzm kanalımda ola bilər. Çünki mənim hüceyrəmdə nişasta yoxdur. Nişasta bitki mənşəli karbohidratdır. Bu ola bilər. Glukoza glikogenə çevrilməsi qaraciyərdə də ola bilər. Bu qaraciyərdə ola bilir. Yəni mənim həzm kanalımda deyil, həzm fermentlərinin iştirakı deyil təkcə. Sonra glikogenin də glukozaya çevrilməsi həm həzm fermentlərinin iştirakı ilə, həm də qaraciyərdə də baş verə bilər. Təbii ki, glukozdan karbon qazı və suya çevrilməsi bu da həzm fermentlərinin iştirakı ilə deyil. Yalnız birincidir. Doğru cavabımız buradan C variantı olacaq. 16-cı sual. Cədvələ əsasən A çıx B ifadəsinin minimum qiyməti 40-a bərabər olarsa, minimum qiyməti 40-a bərabər olarsa, baxırıq. Deməli, bu müddət ərzində əmələ gələn yönəlici simciklərin minimum neçəsi qametlə eyni cins xromosom daşıyır. Deməli, aybaşından sonraki fazanın davam etmə müddəti 9-10 gündür. Aybaşı fazasının müddəti isə 4-5 gündür. Minimum dediyinə görə biz burada minimum dediyi üçün mən fərqə baxacağam indi. 9-dan 5-i çıxacağam ki, fərq minimum olsun. Deməli, 9-dan 5-i çıxanda yerdə qalır 4. Deməli, bir aybaşı sikl zamanı A çıx B-nin qiyməti əgər 4-dürsə, bu 40 olduqda x-dir. X də buradan bərabərdir. Deməli, bu qadın 10 dəfə aybaşı sikli keçirib. 10 dəfə aybaşı sikli keçirdibsə, hər dəfə də 3 dənə yönəlici simcik bərabərdir. Cəmi 30 dənə yönəlici simcik alınıb və qadın heteroqamet olduğuna görə təbii ki, onun bütün qametlərdəki yönəlici simciklərin daha doğrusu hamısının xromosomu, cinsi xromosomu eyni ilə qametdə olduğu kimi olacaqdır. Yəni 30'u da yalnız x olacaq. Ona görə doğru cavabımız buradan A variantı olmuş olur. 17-ci sual. Orqanizmdə kalsium mübadiləsinə rol oynayan hormonların təsir mexanizmi verilmişdir. Müvafiq olaraq K və L hormonları üçün aşağıdakıdan hansı düzgündür? K görürük, sümükdən alır, verir qana. Əgər sümükdən alıb qana verirsə, bu paratormondur. Yox, qandan alıb sümüyə verirsə, o zaman bu kalsitonindir. Ona görə birinci paratormon, ikinci kalsitonin. Yəni doğru cavabımız D variantı olacaqdır burada. 18-ci sual. Refleks qövsündə impulsun hərəkəti, istiqaməti baş verən proseslərlə bağlı doğru fikri müəyyən edin. 2 ilə işarələnmiş hissə hərəki, 2 ilə işarələnmiş hissə hərəki deyil, hissidir. Görsün reseptordan gəlir. Ona görə bu səhvdir. Mərkəz sinir sistemində 3 dərəcəsiniz. Deməli, burada periferik sinir sistemində 2 növ neyronun cisminə rast gəlinir deyir bizə. Burada mərkəzdə sinir sistemində 3 ola bilməz. Yəni, periferik sinir sistemində 2 növ neyronun cismi xeyr. Çünki hissi neyronun cismi kənardadır. Bu da səhvdir. Bütün növ reseptorlardan gələn impulslar 3 ilə işarələnmiş hissədən keçir deyir. 3 ilə ara neyrondur. Xeyr. Sadə refleks qövsü ara neyrondan keçmir. Sadə refleks qövsündə ara neyron olmur. 2 növ neyron bilavasitə xarici mühitlə əlaqəlidir. Xarici mühitlə əlaqəli olan sadəcə hissi neyrondur. Çünki xaricdən qıcığı o qəbul edir. Bu da doğru deyil. İmpuls refleks qövsündə irəliləyən zaman 2 sinapsdan keçmişdir. Bəli. Bir bu, bir də bu 2 dənə sinapsdan keçib. Doğru cavab Y variantı olacaqdır. 19-cu sualımıza baxaq indi. Cədvəldə bizə soruşur ki, müəyyən xüsusiyyətlərə görə onluqallara aid
olan X, Y ve Z növləri müqayisə edilmiştir. Müvafiq xüsusiyyətlərə sahib olması ilə sahib olmaması ise X ile işarə olunmuştur. Baxaq indi. Ağciyər X'in ağciyər tənəffüsü var. Metamorfoz yoxdur. Balasını südlə bəsləmə yoxdur. Yumurta qoyur. Deməli burada ilan ola bilər, kərtənkələ ola bilər, ilan ola bilər və eyni zamanda göyərçin də ola bilər, amma balina ola bilməz. Çünki balina balasını deməli südlə bəsləyir. Amma burada südlə bəsləmə yox idi. İkinci, Y-ə baxıram. Ağciyər tənəffüsü var, metamorfoz var. Balasını südlə bəsləmə yoxdur, sərt qabıq yoxdur. Burada baxanda biz deməli hansı düz gələ bilər bizə? Salamandra, timsah getdi avtomatik olaraq. Timsah düz gəlməyəcəkdir. Qurbağa da düz gələ bilər. Bu da qurbağa yenə düz gələ bilər. Üçüncüyə baxırıq. Ağciyər tənəffüsü yoxdur. Ondan sonra metamorfoz yoxdur. Balasını südlə bəsləmə yoxdur. Sərt qabıq yoxdur. Ona görə pingvin buradan getdi. Sonra baxırıq. Ağciyər tənəffüsü yoxdur deyir. Bu da avtomatik olaraq getdi. Çünki toyuq da deyir ki, sərt qabıq yumurta qoyma yox desə, toyuq da getdi. Göyərçin, qurbağa və akula. Bu doğru cavab ola bilər. Yəni cavabımız buradan D variantı olacaqdır. 20-ci sualımıza baxırıq. Helmint insan askaridir. İnkişafın dövrü yayılması yollarına asılı olaraq aid olduğu qrup bilirsiniz ki, müəyyən bir inkişaf mərhələsini torpaqda keçirir. Müəyyən bir inkişaf mərhələsini torpaqda keçirdiyinə görə o geohelmint sayılacaqdır və əsas sahibdə törətdiyi xəstəlik təbii ki, askaridoz sayılır. Ona görə də doğru cavabımız deməli buradan geohelmint və askaridoz olacaqdır. 21. Xarici skeletə malikdir. Burada xarici skelet verilənlərdən A, C, B, D daxili skeletdir. Amma may böcəyi isə xarici skeletə aiddir. Çay xərçəngin tənəffüs sistemi bilirsiniz ki, qərsəmələrdir. Qarıncığın sonunda yerləşir, xeyir. Bağırsağı açılır, xeyir. Ulduz şəkildə xeyir, qıf şəkildə xeyir. Başdök hissədə yerimi ayaqların dip hissəsində yerləşir. Ona görə cavab Y variantı götürəcəyik. Bitki və ali heyvan hüceyrəsinin hər ikisində olur. Nüvə hər ikisində də var. Plazmatik membran hər ikisində də var. Hüceyrə divarı ali heyvanda yoxdur. Vakuol ali heyvanda yoxdur. Plastit ali heyvanda yoxdur. Ona görə cavabımız A variantı olacaqdır. Ürəyində dövr edən qanın növ sayı ilə bədənə dövr edən qanın növ sayının nisbəti 1-1 kimi deyil. Timsahın ürəyində 2 növ, bədənində 3 növ qan dövr edir. Xanı balığın ürəyində 1 növ, bədənində 2 növ qan dövr edir. Akulanın da ürəyində 1 növ, bədəndə 2 növ qan dövr edir. Göl bizin ürəyində 1 növ, bədəndə 2 növ qan dövr edir. Kərtənkələnin ürəyində 3 növ, bədəndə 3 növ qan dövr edir. Qurbağanın da ürəyində 3 növ, bədəndə 3 növ qan dövr edir. Deməli, burada doğru cavabımız 1, 2, 3 və 4. Yəni cavab A variantı olacaq. 25-ci sual. Cədvələ əsasən X-i tapın, deyir bizə. İnsanın müəyyən müddət ərzində nəfəs aldığı havada oksigenin miqdarı 420 mililitrdir. Nəfəs verdiyi havada oksigenin miqdarı X-dir. İnsan nəfəs aldığı zaman nəfəs aldığı havada oksigenin miqdarı 105 olduqda nəfəs verdiyi havada isə oksigenin miqdarı 80-ə bərabər olur. Əgər bu 420 isə bu da X-dir. 105, 420, 4 dəfə artıq olduğuna görə X də bərabərdir 320. Yəni cavabımız A variantı olacaq. Hər birindən eyni sayda götürülmüş infizor tərlik, yaşıl evglena və Volvoxda cəmi 60 ədəd ifrazat vakuolu var. İnfizor tərlikdə 2 dənə, 2 N qədər, üstə gəlinsin, yaşıl evglenada N qədər, üstə gəlinsin, Volvoxda da N qədər. İnfizorda 2-dir, yaşıl evglenada 1-dir, Volvoxda 1-dir. Bu da bərabərdir 4-ə, o da bərabərdir 60-a. N də buradan bərabərdir 15-ə. Deməli, hərəsindən 15 dənəymiş. Bu canlılarda cəmi neçə qamçı olar? Cəmi neçə qamçı olar? İnfizorun qamçısı yoxdur. Yaşıl evglena, 15 yaşıl evglena varsa 15 dənə qamçısı var. Üstə gəl, 15 dənə Volvox varsa birində 2 dənə qamçı olduğuna görə o zaman 30 dənə də burada olar. Deməli, cəmi birlikdə A bəndi 45-ə bərabər olacaqdır. 27. Uyğunluğu müəyyən edin, deyir burada bizə. 2 növ hüceyrəsi meyoz bölünmə nəticəsində yaranır. Bu zaten
Her ikisi de hermafrodit fert olduğuna göre bunu götürürük ortaya. A bəndi bura. Sonra bədəni buğumludur. Öküz soğutenin bədəni buğumludur. Ona göre B'ni yazıram bura. Sormazlar iki funksiya yerinə yetirir. Qaraciyər sorusunda yapışmağa ve sormağa. Peki deyək. C'ni yazıram bura. Əsas sahibinin kiçik qan dövranında rast gəlinir. Qaraciyər sorucusu əsas sahibinin böyük qan dövranında rast gəlinəcəkdir. Ama öküz soğuteri əsas sahibinin heç bir qanuna rast gəlinmir. Ona göre D'ni heç birine aid eləməyəcəm. Ağırlık sahibinde kiçik qan dövranında rast gəlinir. Ağırlık sahibinin kiçik qan dövranında rast gəlinir deyərkən biz de burada baktığımız zaman öküz solteri qaramalın deməli kiçik qan dövranında rast gəlinə Ona göre doğru cavab kimi də bəli Y variantını bura aid edəcəm. Deməli 1 B Y 2 A 3 C olacaqdır. 28-ci sualımıza baxırıq. X üstəgəl Y ifadəsinin minimum qiymətini müəyyən edin. Minimum deyir bizə. 10 mindir. Bunun minimum qiymətini götürmək üçün deməli bura daha çox enerjinin keçməsini, bura daha az enerjinin keçməsini təmin etməliyik. 10 min, 10 minin 20 faizi minimum dediği üçün deməli mən bunu daha çox enerji itirsin ki cavabı minimum alınsın. 10 minin 5 faizi üzrə 5 faizini tapacağıq. 10 binin 5 faizini tapmaq üçün 10 binin 5 faizi bərabərdir 500-ə. Deməli bunun bədəninə 500 kilojoule enerji keçdi. Bura isə 10 binin əgər 20 faizsə 100 faiz x-dir. Minimum dediği üçün bunu 20 faiz kimi götürən 5 faiz götürsən bu da rəqəm daha böyük alınacaqdır. Deməli bu da 10 min 20 faiz isə 100 faizdə 50 mində bu eləyir. Deməli x də 50 mindir. 50 min bu, 500 də bu. Toplayarkən 50.500, yəni cavab A variantı eləyəcəkdir. 29-cu sualımız. Heyvan mənşəli çiğ qidanın tərkibində 30 mg B qrupu vitamini vardır. Qida bişirildikdən sonra tərkibində qalan minimum miqdarda B qrupu vitamini insanın maksimum neçə gün bu vitamin olan ehtiyacını ödəyir. Heyvan mənşəli çiğ qidanın tərkibində 30 mg varsa, əgər 30 mg 100 faizdirsə 15-60 faizini itirir. 60 faizini itirsək yerdə qalacaq 40 faiz qalacaq. Bu da x-dir. X də buradan bərabərdir. Bu 12 milligram eləyəcəkdir. İnsanın maksimum neçə gün bu vitaminə olan ehtiyacını ödəyər? Bir sutkada bizə 2-3 milliqramdır. Maksimum dediyinə görə də mən təbii ki bunu aza bölməliyəm ki cavab daha çox alım. Ona görə 12-ni 2-yə bölürəm. 12 milligram var. Hər günə 2 milligram istifadə etsəm, deməli 6 gün mənə bəs edəcəkdir burada. Baxaq indi. Görürsüz 30-cu sual. Cənubi Afrikada yerləşən Kruger Beynəlxalq Parkında olan fil populyasiyasında 60 il ərzində fərd sayının dəyişmə qrafiki aşağıda göstərilmişdir. Populyasiyada fərdlərin sayının dəyişməsinə verilənlərdən hansı səbəb olmuştur? Bitki sayının azalması. Xeyr, burada say artıb, populyasiyada fərd sayı artıb. Bitkinin azalması ona səbəb olmaz, əksinə. İqlimin pisləşməsi də səbəb ola bilməz sayın artmasına. Ot yeyən heyvanların sayının artması, ot yeyən heyvanların sayı artsaydı, o zaman bitkilerin sayı azalacaqdı. Bitkilerin de sayının azalması bunların fərdlərin sayının artması səbəb olmazdı. Epidemiyanın artması səbəb ola bilməzdi. Ovlanma qadağasını qoyub, bəli. Ovlanma qadağası qoyub deyə fərdlərin sayı daha çox artıb. Ona görə doğru cavabımız Y variantı olmuş olacaqdır burada da. 31-ci sualımıza keçək. Verilən ifadədən hansı doğrudur? İnsanın ürək boşuna bitişik olan iri damarların yarısı arterial qan daşıyır. 8 damarın 3'ünde venoz qan var, 5'ində isə arterial qan var. Yarısı arterial qan daşıyır. Xeyr, bu fikir səhvdir, görürsünüz. Yarısı arteriya damarıdır. Xeyr, təbii ki bunun 2 dənəsi arteriyadır. Yerdə qalan deməli 6 dənəsi isə venadır. İkisi arteriya, 6'sı vena. Bu da səhvdir. 25 faizi vena damarıdır. Xeyr. 25 faizi vena damarı değil. 25 faizi arteriya damarıdır. Bəli, 8'indən ikisi arteriya damarı olduğuna görə də 25 faiz eləyir. Cavab D variantı olacaq. 32-ci sualımıza keçək.
Şəkilə əsasən verilən ifadənin hansı doğrudur? Silik cövhərinin qatılığı A böyükdür, C böyükdür, B xeyr. Silik cövhəri ən çox buradadır. Bu səhvdir. Mineral duzların miqdarı B xeyr. Mineral duzlar ən çox A'da olar. C'də ilk silik olur, xeyr. C'də son silik olacaq. B yuxarı boş venaya açılır. Xeyr, aşağı boş venaya açılır. A və B-də eritrositlərin miqdarı eyni olur. Bəli, eritrosit zaten böyükdə dəyişmir eritrositin miqdarı. Ona görə cavab Y variantı olacaqdır. Mərkəz sinir sisteminin ağ maddəsinin əmələ gəlməkdə iştirak edən neyron. Söhbət yanlışdan gedir. Mərkəz sinir sisteminin ağ maddəsinin əmələ gəlməkdə hissi neyronun aksonu iştirak edir və bir də hərəkət neyron aksonu iştirak edir. Refleks kursun ikinci hissəsində iştirak edə bilər. Bəli, hissi neyronun aksonu iştirak edir. Boz maddənin əmələ gəlməsində iştirak edə bilər. Bəli, hərəkət neyronun dendriti və cismi iştirak edir. Sinirlərin əmələ gəlməkdə iştirak edə bilər. Bəli, ikisi də sinirlərin əmələ gəlməkdə iştirak edir. İşçi orqanla əlaqə ola bilər. Bəli, hərəkət neyron işçi orqanla əlaqəli ola bilir. Sadə refleks kursunda olmaya bilər. Xeyr, sadə refleks kursunda həm hissi, həm də hərəkət hər ikisi də mütləq olmalıdır. Ona görə cavab Y variantı olacaq. Sekretor maddəsi bütöv bir hüceyrə olan vəznin hormonudur. Söhbət cinsiyyət vəzlərindən gedir. Burada cinsiyyət vəznin hormonu estrogendir. Cavab ona görə C variantı olacaqdır. 35. Nöqtənin yerinə uyğun gələn variantları müəyyən edin. Maya sarmaşığının endosperm hüceyrəsinin maya sarmaşığında erkək heteroqametdir. Erkək heteroqamet olduğuna görə onsuz da bunun mərkəzi hüceyrəsi XX-dir. Əgər X spermisi gəlib mayalandısa, o zaman XXX ola bilər. Yox, Y spermisi gəlib mayalandısa, o zaman XXY ola bilər. Ona görə cavab 1 və 3-dür. Doğru cavab B variantı olacaqdır. 36-cı suala baxalım. A və B canlısının hər ikisində olur deyir. Sinir düyünləri hər ikisində ola bilirmi? Bəli, elə hər ikisində sinir düyünü olur. Cavab A bəndi. Qısqac hörümçəkdə olmaz, sadə göz xərçəngdə olmaz, ağciyər xərçəngdə olmaz, traxeya xərçəngdə olmaz. Kərtənkələdə olub, ev itində olmur. Diafraqma əksinə ev itində var. Döş sümüyü hər ikisində var. Caynaq hər ikisində var. Arteriya hər ikisində var. Amma körpücük sümüyü yalnız deyəcəksiniz ki, kərtənkələdə var. Çünki ev itində 2 dənə deməli kürək sümüyündən ibarətdir. Şəkildə X-lə göstərilən əzələ haqqında verilən ifadənin hansı və hansı da yanlışdır. Yuxarı ətrafların hərəkətini təmin edir. Doğrudur. Hərəkət etdiyim zaman yazılıb bu dərslimizdə. Bu doğrudur. Hüceyrəsində xromosom sayı 46-ya bərabərdir. Xeyr. Ennezolaqlı əzələ olduğuna görə xromosom sayı daha çoxdur burada. Nüvə çox nüvəlidir ona görə. Nəfəs almada rol oynamır. Oynayır. Nəfəs almada rolu var. Bu da deməli səhvdir. Hüceyrəsində xromosom sayı 46-dan çox ola bilər. Bəli, bu düzdür. Yuxarı ətrafların əzələsinə aiddir. Xeyr, gövdə əzələsinə aiddir. Bu da səhvdir. Vətələrə malikdir, əlbəttə vətərə malikdir. Ona görə cavab 2, 3 və 5 yanlış cavab olacaq. Yosun, mamır və göbələk üçün ortaq cəhətdir. Hüceyrə divarına malik olma, bəli, üçünün də hüceyrə divarı vardır. Kök sisteminə malik olma, mamırla yosunun kökü yoxdur. Xrofilə malik olmaq, göbələyin xrofili yoxdur. Üçü də spor əmələ gətirə bilir. Bitkilər aləminə aiddir, göbələk bitkilər aləminə aid deyil. Ona görə 1 və 4 cavabımız C variantı olacaqdır buradan da. Keçək indi 40-cı sualımıza. Verilən canlıların hansında hüceyrə divarı olmur? Ksantoriya, bu şibiyadır. Şibiyanın hüceyrə divarı mövcuddur. Salmonella bakteriyadır, hüceyrə divarı mövcuddur. Mukor göbələkdir, hüceyrə divarı mövcuddur. Amma leishmaniada hüceyrə divarı yoxdur, əmöbdə hüceyrə divarı yoxdur. Ona görə cavabımız 4 və 5 cavabı olacaqdır burada da. Keçək 41-ci sualımıza. Başlanğıc sayı 5 olan bakteriya 2 saat ərzində bölünmüşdür. İlk saatı maksimum sürətlə 5 vurulsun 2 üstü 3 bərabərdir 40 bakteriya əmələ gəldi. Sonra ikinci saat isə minimum sürətlə baş verərsə, deməli 40 vurulsun 2 üstü 2. O da bərabərdir 40 vurulsun 4, yəni 160 dənə buradan fərd əmələ gələcəkdir. İkinci saat çünki minimum sürətlə bölündü. Baş verərsə, sonda əmələ gələn fərd sayının 160 dənə fərdin var.
Alınan nəsil sayına. Nəsil 3 nəsil buradadır, 2 nəsil də buradadır. 5-ə nisbəti, o da 32-nin 1-ə nisbət elər. Cavab A variantı olar. 42-ci sual. Yastı qurdların nümayəndələrinin törətdiyi xəstəliklərdir. Exinokok yastı qurdlara aiddir. Götürəcəm. Askarit sap qurdlara aiddir. Teniorinxoz, bəli, yastı qurdların törətdiyi xəstəlikdir. Götürəcəm. Öküz solterinin. Ankilostoma da əyribaş qurdu, bu da sap qurdlara aiddir. 1-3 cavabımız A variantı olacaq. Hansı meyvə tipinin əmələ gəlməsində iştirak edən yumurtalıq sayı yumurtacıq sayından azdır, deyir. Dən meyvə bir toxumludur. Çərdək meyvə bir toxumludur. Toxumca meyvə bir toxumludur. Fındıq meyvə bir toxumludur. Amma qutucuq meyvə çox toxumludur. Ona görə qutucuq meyvəni götürəcəm. Çoxalma zamanı sürfə mərhələsi olmur, deyir. Çoxulcanın inkişafı düzü nədir? Onun sürfə mərhələsi olmayacaq. Ona görə cavabımız C variantı olur. Torpaqdan qidalanma zamanı bitkilərə hansı maddələr daxil olur? Torpaqdan qidalanma zamanı bitki torpaqdan su və mineral maddələri sorur. Ona görə cavabımız C variantı olacaq. İki qat mayalanmada en qədər hüceyrə iştirak edərsə, neçə toxum əmələ gələr? Bir toxumun əmələ gəlməsində 4 hüceyrə iştirak edir. Əgər en qədər hüceyrə iştirak edirsə, o zaman x toxum əmələ gələr. X də buradan bərabərdir. N bölünsün 4-ə. Yəni cavabımız D variantı olacaq. 47-ci sualımıza baxaq indi. Şəkildə calağın növlərinin soldan sağa müvafiq olaraq adları hansı bənddə doğru göstərilib? Bu sadə calaqdır. Bu isə göz calağıdır. Ona görə cavabımız C variantı olacaq. Hər biri 15 hüceyrədən təşkil olunmuş 3 Ulotix yosunda cəmi neçə nüvə olar? Hər biri 15 hüceyrədən təşkil olunubsa, hər birində 14 dənə nüvə var. Çünki biri yapışmaq xidmətdən rəngsiz hüceyrədir. Onun nüvəsi olmayacaq. O zaman deməli 14 vurulsun 3 dənə idi 3-ə. O da bərabərdir 42. Yəni cavab C variantı olur. Örtoxumlu bitkilərdə floema lifləri hansı toxuma qrupuna aiddir? Liflər deyilsə mexaniki toxumadır. Doğru cavab D variantı olacaq. 50-ci sual. C bitkisi həm A, həm də B bitkilərinin yetkin fərdindən fərqlənir. Yetkin fərdinin cinsi nəsil olması ilə xeyr. Zaten bunun C bitkisinin yetkin fərdi cinsi nəsil deyil. Bunu deməyəcəksiniz. Kökümsov gövdəyə malik olması da bəli. Bunun kökümsov gövdəsi var deyəcəksiniz. Bu doğrudur. Xlorofilə malik olmaması ilə xeyr, malikdir. Yarpağa malik olması ilə mamırın da varıdır. İnkişafın nəsil növbələşməsi getməsinə görə hər bir nəsil növbələşməsi gedir. Əlavə və yan kökdən olmasına görə bəli, bu da doğrudur. Ona görə cavabımız yalnız 2 və 6. Yəni D variantı olur deyəcəksiniz. Sizə uğurlar arzulayıram imtahanda. İnşallah hər kəs üçün xeyirlisi olar. Hər kəs sertifikasiyadan uğurlarla keçə bilərsin. Çox sağ olun. Növbəti imtahanlarda görüşərik.